Hər birinizi salamlayıram uşaqlar. 5-ci sinif Azərbaycan dil dərsliyinə səhifə 57-də ümumiləşdirici tapşırıqlar olan hissənin izahına gəlin bir yerdə baxaq. Öncəliklə onu qeyd etmək istəyirəm ki, əgər videolarımıza baxırsınızsa, faydalanırsınızsa, o zaman əgər kanala abunə olmamışsınızsa, elə indi kanala abunə olun və izahlara daha sonra baxın. Sonra indi mən burada qrammatika testlərinin suallarını izah edəcəm, daha doğrusu. Ona görə 5-dən başlayıram. Sifətləri cümlələrdə uyğun dərəcələrdə işlədib yazın. Durunu çoxaltma dərəcəsində necə deyə bilərik uşaqlar? Duru, dumduru deyə bilərik. Məsələn, m ilə burada çoxaltma dərəcəsində m ünsüründən istifadə edib çoxalda bilərsiniz. Dum, duru. Göyə çoxaltma dərəcəsində necə deyə bilərəm? Göm, göy. Elə bunu da m ilə arta bilərsiniz. Göm, göy. Acı azaltma dərəcəsində acı təhər deyə bilərsiniz. Acı təhər. Təhər bilirsiniz də bitişik yazılır. Yarımçıq azaltma dərəcəsində ala, yarımçıq yaza bilərsiniz. Ala yarımçıq da necə yazılır uşaqlar? Defislə yazılır. Sonra keçək 6-ya. Cümlədəki sayıların növünü və onların yazılışında buraxılmış səhvləri müəyyən edin. Masanın ətrafında 12 dənə stol, ətrafında 12 stol tutuyor. 12 bilirik ki, ayrı yazılmalıdır. Mürəkkəb sayda ayrı yazılmalıdır. Bir də ki, növü də ki, təbii ki, müəyyən miqdar sayıdır. 2-də 1 sayını 2-də 1 deməli, kimi ifadə etmək olar. 2-də 1 sayını bunun yeri dəyişik düşübdür. Əslində 1 ilə 2-nin yeri dəyişik olmalıdır. Belə olmalıdır. 1, 2 olmalıdır. Sonra 9-cu burada cu olmalı deyil də uşaqlar. Burada cu olmalı deyil. Siniflər arasında bir yarış keçiriləcəkdir. Oxumaq istədiyim onlarla kitab var. Bu düzdür. Sonra feilləri zamana şəxsə görə dəyişib cümlələrdə işlədin. Çatmaq sözünün indiki zamanda birinci şəxsin cəmində. Çatırıq deyə bilərsiniz də. Çatırıq. Birinci şəxsin cəmindədir, həm də indiki zamandadır. Sonra istəmək sözünü geçmiş zaman ikinci şəxsin təki. İstədin deyə bilərsiniz. İstədin. Həm keçmiş zamandadır, həm də ikinci şəxsin təkindədir. Qorumaq gələcək zaman üçüncü şəxsin cəmi. Gələcək zamanda olsun, həm də üçüncü şəxsin cəmində olsun. Necə deyə bilərsiniz? Qoruyacaqlar deyə bilərsiniz də. Qoruyacaqlar. Qoruyacaqlar deyə bilərsiniz. Sonra ayrılmayacaqsınız. Feili haqqında fikirlərdən hansı yanlışdır? İnkar formasındadır. Bəli. Sözün kökü nədir? Ayrıldı. Buradakı ma nədir? İnkar şəkilçisidir. Ayrılmayacaq. Bu nədir? Gələcək zaman şəkilçisidir. Sınız da nədir? Şəxs sonluğudur. İnkardadır. Bu düzdür. Birinci şəxsin cəmindədir. Bax, bu deyir ayrılmayacaqsınız. Siz ayrılmayacaqsınız. Bu ikinci şəxsin cəmidir. Ona görə buradan B-ni götürəcəksiniz. Gələcək zamanda bəli, tərkibdə bitişdirici samit var. Bəli, buradakı y bitişdirici samitdir. Hansı cümlədə yer zərfi işlənmişdir? Dünən burada zaman zərfi var. Dünən dənizdə. Yer zərfi ilə ismi fərq odur ki, yer zərfində konkret məkanın adı çəkilmir də, ora, bura, aşağı, yuxarı. Amma dənizdə deyəndə konkret məkanın adı çəkilib, ona görə dəniz burada isimdir. O bu sözləri ucadan dedi. Necə nəcür? Bu da tərz hərəkət zərfidir. Oğuz velosipedi üz aşağı sürdü. Burada yer zərfi var. Məsələn, üz aşağı. Üz aşağı deyəndə hara nəzərdə tutulur? Konkret məkanın adı yoxdur. O Ceyhunla təkbətək bu tərz hərəkət zərfidir. Leylanın təklifini məmnuniyyətlə necə nəcür? Bu da tərz hərəkət zərfidir. Səhvləri rusca növünə görə qruplaşdırın. Gün orta. 2 dənə söz var. Deməli nədir? Mürəkkəb. Hər dən leksik şəkilçidir. Bu düzəltmədir. Bu düzəltmədir. Bu mürəkkəbdir. Gec nədir? Sadədir. Səhərə yaxın. Deməli burada da 2 söz var. Bu da nədir? Bu da mürəkkəbdir. Tez, tezi təbii ki, mürəkkəbdir. 2 söz var. Ora nədir? Sadədir. Daxil, ən leksik şəkilçidir. Bu da düzəltmədir. Axşam sadədir. Üzü yuxarı 2 dənə söz var. Deməli nədir? Mürəkkəbdir. 1-ə 5-dir. 2 söz var. Deməli nədir? Mürəkkəb.